cəmaət içində Bəli. belə bir suallar yaranır ki, şirkətlər, qurumlar keçirirlərsə əgər süni intellektə, onda işçiyə ehtiyac olmayacaq. Onda loru dilində desək ki, deyir ki, çörəyimizi əlimizdən alırlar və s. Bəli. Bu barədə nə fikirləşirsiniz? Amma necə eləyək ki, minimal şəkildə zərər olsun və maksimal şəkildə fayda olsun? Gəlin belə deyək də, qorxulu bir faktor yoxdur. Çünki düşünürəm ki, süni intellekt sadəcə hansısa bir işi daha sürətli qaydada eləyir. Çünki bazasında olan məlumatlardan daha tez insandan fərqli olaraq daha sürətli axtarır, tapır və təqdim eləyir. Bəzi sahədə işləyən insanlar belə deyək də, hansılar ki, bu məsələdə narahatdırlar. Burada narahatçılığa bir səbəb yoxdur. Çünki süni intellekt nəyisə əvəzləşdirirsə, nəyisə əgər kimsə düşünürsə ki, insanı əvəzləşdirmək qətiyyən Mən də inanmıram ona. qeyri-mümkündür. Qeyri-mümkündür, yəni ki, insanı əvəz eləməyi. Sadəcə yenə deyirəm, pozitiv tərəfdən baxsaq, yəni ki, əgər işçi gün ərzində tutalım 5 sorğunu icra eləyirsə, süni intellekt bunun qat-qat daha çoxunu eləyəcək. Çünki sistemdir düzgün formada buna verilən sorğu.